بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين أحمده ونستعينه وأستغفره وأتوكل عليه وأصلي وأسلم على حبيبه الرسول الأعظم سيدنا محمد المصطفى وآله الطيبين الطاهرين لا سيما علي أمير المؤمنين وحبيبته الزهراء المرضية الحسن والحسين وباقي أئمة الهدى من ذرية الحسين عليه السلام. أما بعد، قال الحكيم في كتابه محكم الكريم: بسم الله الرحمن الرحيم والفجر وليال عشر والشفع والوتر صدق الله العلي العظيم. وقال الإمام جعفر الصادق عليه السلام: اقرأوا سورة الفجر في فرائضكم ونوافلكم فإنها سورة للحسين بن علي عليهما السلام، من قرأها كان مع الحسين يوم القيامة في درجته من الجنة، إن الله عزيز حكيم. السلام عليكم ورحمة الله وبركاته. Aziz ve hürmetli müminler, bugünkü mühərrəmlik söhbətimizin mövzusu Kərbala hadisəsinin mənbəşünaslığına, yəni dini mənbələrdəki əksinə həsr olunacaqdır. Ümumiyyətlə, xütbəni söyləmək üçün bir neçə mühüm məsələyə xüsusi olaraq diqqətinizi yönləndirmək istəyirəm. Birincisi odur ki, Fəcr surəsinin mənaçalarları, onun ilk ayələrində olan mənaların təfsir əhlinə görə hansı yöndən təhlili. İkinci mühüm məsələ, Peyğəmbərimizin hədislərində, məsumlarımızın hədislərində Kərbəla hadisəsinə aid olan bəzi xəbərlər, bu yöndən olan bəzi hətta ayələrin təhlili. Əgər vaxt olarsa, Kərbəla hadisəsi ilə bağlı təşkil edilmiş məclislərin əhəmiyyəti və hədislərdə əks olunmuş ayələr Fəcr surəsinin ilk 3 ayəsi idi. Uca Rəbbimiz bu ayələrdə val fəcr, and olsun fəcr çağına, sübh çağına, və ləyalin aşır, and olsun 10 gecəyə, və şəf'i vəl vitr, and olsun cütə və təkə deyə and içməkdədir. Təfsir əhlinə görə hər 3 ayədə işlənmiş vav hərfi vavul qəsəmdir. Yəni and mənasını ifadə edir. Uca Allah sübh çağına and içir və bunun nə kimi səbəbləri ola bilər? Uca Allah 10 gecəyə and içir, Uca Allah cütə və təkə and içir. Bu nə mənalara gələ bilər? Biz bilirik ki, Qur'anın hər bir ayəsi haqqında mənbələrimizdə hədislər nəql olunubdur. Əhl-i Beyt məktəbinə görə bu hədislərin böyük bir hissəsi məsum imamlarımızdan, xüsusi ilə də İmam Məhəmməd Baqir və İmam Cəfəri Sadiq əleyhissalamdan nəql edilmişdir. Biz hədis, o cümlədən təfsir mənbələrinə baxdıqda görürük ki, burada
ayələrdə olan məna çalarları ayənin daha çox batini mənalarını əhatə edir. Ümumiyyətlə bu surənin özü indi diqqətinizə çatdırdığım hədisə görə İmam Hüseyn əleyhissalam surəsi adlanır. Oxuduğum hədisin tərcüməsi budur ki, İmam Cəfər-i Sadiq əleyhissalam buyurur, Fəcr surəsini vacib və müstəhəb namazlarınızda oxuyun. Çünki o surə Hüseyin İbn Əlinin aleyhissalam surəsidir. Hər kəs bu surəni oxusa, qiyamətin günü cənnətdə Hüseyin əleyhissalamla birlikdə olacaqdır. Allah əzizdir, Allah həkimdir. Hədisin mənbəsi Hür Amilinin Vəsail-u Şiə əsəridir. 7569 nömrəli hədisdir. Deməli, bu surənin elə batini sirləri vardır ki, biz o sirlərdən agah olmağımız üçün mütləq və mütləq Əhl-i Beyt imamlarının mübarək kəlamlarına müraciət etməliyik. Dedik ki, surənin ilk 3 ayəsi andla başlayır. Sual oluna bilər ki, nə üçün Allah and içir? Axı biz andı o zaman içirik ki, öz doğruluğumuzu sübut eləyə bilək. Yəni, qarşı tərəf bizə inansın. Allah doğrudan doğrudursa, qarşı tərəfə hər hansı bir varlığa heç bir ehtiyacı yoxdursa, bəs Qur'anda xüsusi ilə də indicə qeyd etdiyimiz Fəcr surəsində nə üçün bu qədər and içir? Birincisi bundan ibarətdir ki, əgər Allah bir şeyə and içirsə, deməli işin içərisində batini səbəblər vardır. O hadisə, o iş, o varlıq o qədər əzəmətlidir ki, Allah o varlığın adına and içməklə batinində olan səbəbləri üzə çıxarmaq istəyir. İkincisi, ona görə uca Rəbbimiz Qur'anda dəfələrlə and içir ki, deyəcəyi məsələnin mahiyyətinin böyüklüyü buna görə and içmiş olur. Və əlbəttə mümkündür ki, digər səbəblər də olmuş olsun. Həmçinin burada bir sual da yarana bilər. Nə üçün uca Rəbbimiz surəyə Vəl-Fəcr and olsun sübhün çağına deyə and içməkdədir? Fəcr havanın işıqlandığı zamana deyərlər. Bunun bir neçə mühüm səbəbi vardır. Birinci səbəb ondan ibarətdir ki, fəcr vaxtı insanlar yuxudan oyanır, həyat canlanmağa başlayır. Alimlərimizin verdiyi birinci təhlil bundan ibarətdir. Artıq gecənin şəri aradan getmiş olur. Necə ki, Qur'an وَمِنْ شَرِّ غَاسِقٍ إِذَا وَقَبْ and olsun qaranlıqlaşmaqda olan, zülmətə bürünməkdə olan gecənin şərrindən pənah aparıram deyə Fələq surəsində biz bu ayədən görürük ki, sübhə ona görə and içilir ki, artıq bəndə canlılar gecənin zülmətindən, gecənin şər qüvvələrinin şərindən əminamanlığa çıxmış olurlar. Və hətta məsumlarımızın hədislərində sübh açılarkən bütün canlılara xüsusi ilə də əqli olan varlıqlarla danışdığı qeyd edilib. Məsələn, hədis İmam Əli əleyhissalamdandır.
buyurur ki, kullu yavmin yunadi ibne Adem. Her gün Adem övladına müraciət edər. Yəni sabah fəcr vaxtı ki açıldı, Adem övladına xitab edir. Sübhün oçağı. Yəbnə Ədəm deyər, ey Adəm oğlu, ənə yavmun cədidun, mən yeni bir günəm. Və qədən aleykə şəhidun, sabah sənin əleyhinə şahidlik edəcəyəm. Fəqul fiyyə xayrən və əməl fiyyə xayrən, mənə xeyirdi və məndə xeyir əməllər icra et. Biz görmürük, başa düşmürük, idrak etmürük, amma məsum imamımız Əli əleyhissalam buyurur ki, elə ki gecənin qaranlığı çəkildi, fəcr vaxtı açıldı, açılan kimi hər bir insana günün başlanğıcı olan o fəcr nida edib bu sözləri deyər. Xeyirli bəndə ol, bugünüm üçün xeyirli əməllər et, çünki sabah sənin əleyhinə şahidlik edəcəyəm. Deməli, bizim günümüz, bizim sübh vaxtımız bizim əleyhimizə və yaxud da bizim lehimizə şahidlik edəcəkdir. İkinci mühüm məsələ ondan ibarətdir ki, uca Rəbbimiz fəcr vaxtına ona görə and içmiş olur ki, həmən vaxtı gecə mələkləri ilə gündüz mələkləri növbələşirlər. Peyğəmbərimizdən də nəql edilmiş bir neçə hədisdə qeyd edilir ki, məğrib və sübh namazlarınızdan müğayət olun. Çünki o anlar, o vaxtlar mələklərin yer dəyişmə vaxtlarıdır. Gecə təyin olunmuş mələklər, gündüz təyin olunmuş mələklər, sübh vaxtı gecə mələkləri öz işlərini təhvil verərlər gündüz mələklərinə, gündüz mələkləri də öz məğrib vaxtı işlərini təhvil verərlər gecə mələklərinə. Ona görə sübh və məğrib namazlarını həmin anda vaxta qılınması çox tövsiyə edilib ki, qiyamətin günündə hər iki növbədə olan mələklər bizə şahidlik etsinlər ki, bizi namaz qılarkən görüblər. Peyğəmbər salavatullahın bu mövzuda çoxlu sayda tövsiyələri vardır. O cümlədən də İmam Musa Kazım əleyhissalamdan da bu mövzuda bir çox rəvayətlərin olduğunu biz şahidi oluruq. Dedik ki, Fəcr surəsinin İmam Hüseyn əleyhissalamın adı ilə sıx bağlılığı vardır. Və həmçinin biz görürük ki, Qur'an-ı Kərimdə bəzi ayələrin yozumu Əhl-i Beyt imamları tərəfindən şamil edilibdir İmam Hüseyn əleyhissalamın şəhadətinə. Burada bir neçə sual yarana bilər ki, Qur'anın nazil olması hara, şəhadətin baş verməsi hara? Zaman baxımından 60 il, 70 il fərq eləyir. Bu və bu qismdən olan şübhəli sualları aydınlaşdırmaq üçün bir neçə mühüm nöqtəyə gərək toxunaq. Ən əsası odur ki, biz bilirik ki, Qur'an-ı Kərimin ayələrinin həm bir zahiri mənası var, həm də batini mənası var. Necə ki, Peyğəmbərimiz buyurur, İnnə lil-Qur'ani zəhrən və bətnən və li bətnihi alə səb'əti əbtənin.
Qur'anın bir zahiri mənası var, bir də batini mənası vardır. Batini mənasının isə 7 batini mənası vardır. Hədisi təhlil edən alimlərimiz deyiblər ki, buradakı 7 rəqəmi nisbi mənadadır. Yəni Qur'anın məna çalarlarını açıb hər tərəfli şəkildə ortalığa qoymaq insan qüdrətinin xaricindədir. Qur'anın mənaları o qədər dərin, o qədər əhatəlidir ki, bəşər işi deyildir ki, Qur'anın bütün məna çalarlarına sahib olsun, onun bütün məna çalarlarını açıb ortalığa qoya bilsin. Başqa bir hədisdə müttəqilərin imamı buyurur ki, Nəzələl Qur'anu əsləsən, thuluthun finə və fi aduvinə və thuluthun sunanun və əmthəlun və thuluthun fəraizun və əhkamun. Qur'anın 3 qism ayələri vardır. O qismin birinci hissəsi bizim və düşmənlərimizin haqqındadır. İkinci hissəsi əhkam, şəriət məsələləridir, tarixi məsələlərdir. Üçüncü hissə əhkam məsələləri, ikinci hissə insanlara yol göstərən tarixi, hekayəvi məsələlərdir. Bu hədis bir daha həm də sübut elədi ki, Əhl-i Beytin əhvalı haqqında Qur'an-ı Kərimdə kifayət qədər ayələr, hətta imamın təbirincə desək, Qur'anın 1/3 hissəsi məhz onların əhvalına şamil edilmişdir. Bəs İmam Hüseyn əleyhissalamın əhvalına aid olan hansı ayələri məsumlarımız təhlil ediblər, təfsir ediblər? Birincisi, İmam Cəfər-i Sadiq əleyhissalamdan Təkvir surəsinin 9-cu ayəsinin təfsiridir. Maraqlananlar indi qeyd edəcəyimiz hədisin mənbəsi üçün Biharul Ənvar, Nurus Səqələyn kimi hədis və təfsir kitablarına müraciət edə bilərlər. İmam əleyhissalam Qaləl İmamu Sadiq əleyhissalam fi qavlillahi azza və cəl və izəl məvudətu suilət bi eyyi zəmbin qutilət qalə nəzələt fil Hüseyn ibn Aliyin aleyhiməssələm. İmam Sadiq əleyhissalam hansı günaha görə öldürüldülər, diri-diri bastırıldılar ayəsinin təfsirində buyurur ki, bu həm də Hüseyn ibn Əli əleyhissalama aiddir. Yəni qiyamətin günündə uca Allah mütləq və mütləq İmam Hüseyn əleyhissalamın qanını tələb edəcək və o qanı alacaqdır. İkinci mühüm bir ayə Saffat surəsinin 107-ci ayəsidir. Yenə də hədisin mənbəsi adını çəkdiyim o mənbələr idi. Hədis İmam Rıza əleyhissalamdan nəql olunur. Buyurur ki, Ləmmə əmərəllahu əzzə və cəllə İbrahimə əleyhissalam bi zibhin ibnihi İsmail. Hədis uzundur, məzmunu bundan ibarətdir ki, İbrahim əleyhissalama uca Allah oğlu İsmaili qurban kəsməsini əmr etdi. Elə ki, İbrahim əleyhissalam bu işi görməyə əncam verdi, Allah onu başqa bir qurbanlıqla əvəz etdi. Bu hadisə xatırlanarkən
Həzrət İbrahim əleyhissalama özünü və yaxınlarını Allahın yolunda fəda edəcək sonuncu peyğəmbərin övladı Hüseyn İbni Əli əleyhissalamın əhvalatı Həzrət Cəbrail vasitəsi ilə izah edilir. Bu onu göstərir ki, Həzrət İmam Hüseyn əleyhissalamın vaqiəsi həm də keçmiş peyğəmbərlərə bildirilmiş nadir hadisələrdən biridir. İmam Hüseyn əleyhissalamın əhvalatı dedik ki, eyni ilə hədis mənbələrində də öz əksini tapmışdır. Bəlkə də ən qədim, ən çox hədis nəql eləyən şəxslərdən biri Əhməd İbn Həmbəl Əş-Şeybanidir. Həmbəlilik məzhəbinin imamı olan Əhməd çox məşhur bir Müsnəd adında əsər yazıb. Həmin əsərində Kərbəla hadisəsinin Həzrət Cəbrail tərəfindən Peyğəmbər salavatullaha bildirilməsi haqqında bir neçə hədis nəql etmişdir. Deməli, bu rəvayətlər onu göstərir ki, İmam Hüseyn əleyhissalamın vaqiəsi sıradan bir vaqiə, sıradan bir hadisə deyildir. Və buna görə də biz görürük ki, İmam Hüseyn əleyhissalama ilk əza saxlayan, onun hadisəsinə ilk göz yaşlarını tökən Peyğəmbər salavatullah, Həzrəti Cəbrail əleyhissalam və onlardan sonra isə digər əhl-i beyt üzvləri və o cümlədən sahabələr olmuşdur. Hədislərin birində elə Əhməd İbn Həmbəlin digər bir əsəri Fəzailul Səhabə, Səhabələrin Fəzilətləri adlı əsəridir. Orada belə nəql olunur. Qalər Rəbi' ibn Munzir an əbihi. Rəbi ibn Munzir atasından belə nəql edir. Kənə Hüseyn ibn Aliyin yəqul mən dəmətə aynahu finə dəmətən. Kim bizim üçün, bizim yolumuzda bir damcı göz yaşı töksə, əsvahullahul cənnəh, Allah onu cənnətlə mükafatlandırar. Allah ona cənnəti ərməğan edər. Bu hədis onu göstərir ki, İmam Hüseyn əleyhissalama əza saxlamaq, o həzrətin matəmində ağlamağın mükafatı yalnız və yalnız cənnətdir. Başqa bir hədisdə Peyğəmbər salavatullahın Cəbrail əleyhissalamın xəbəri gətirməsi, Peyğəmbərin buna ağlaması və nəticədə Həzrət Cəbrail əleyhissalamın Kərbəla torpağını Peyğəmbərə təqdim etməsi, Peyğəmbərimizin həmin torpağı Ümmü Sələməyə verməsi və Ümmü Sələmənin də həmin şüşə qabda o mübarək torpağı saxlaması, nəhayət Aşura gününün həmin torpağın qana dönməsi və bununla da hadisənin baş verməsi, yəni şəhadətin baş verməsi mənbələrdə öz əksini tapmışdır. Bu hədis həm də onu sübut edir ki, Peyğəmbər əleyhissalam başda olmaqla mələklər bu hadisəyə ağlayıblar. Bu xəbər ondan xəbər verir ki, Kərbəla torpağı müqəddəs bir torpaqdır. Bu hadisə, yəni bu hədis ondan xəbər verir ki, İmam Hüseyn əleyhissalamın əzasını Peyğəmbərdən sonra da onun xanımı Ümmü Sələmə başda olmaqla
digərləri də o əzanı saxlayıblar. Və o cümlədən biz hədis mənbələrinə baxdıqda görürük ki, imamlarımızın bizə məhərrəmliklə bağlı bir çox tövsiyələri var. Məhərrəmlik mərasimini necə keçirməyimiz. Hədisin biri İmam Rıza əleyhissalamdandır. İmam məhərrəmlik məclislərində ağlamağın birinci qayda olduğunu bizə izah edir. Hədis uzundur. İmam əleyhissalam buyurur ki, elə ki Məhərrəm ayı daxil oldu, heç kəs atamı görən olmazdı, gülən görən olmazdı. Yəni kimsə görmədi ki, atam Musa-i Kazım əleyhissalam gülümsəyə. فَإِذَا كَانَ يَوْمَ الْعَاشِرِ كَانَ ذَلِكَ يَوْمُ مُصِيبَتِهِ. Elə ki Aşura günü oldu, atamın müsibəti ən şiddətli vəziyyətə düşərdi. O çox ağlayar və buyurardı ki, bugün Hüseynin qətlə yetirildiyi gündür. Deməli, məsum imam buyurur ki, məhərrəmlikdə birinci işiniz ağlamaq olacaq. Çünki ağlamaq bizim hansı cəbhədə yer aldığımızı müəyyən edir. İkincisi, məclislərdə ağlatmaq məsələsi. Bu, müasir dövrümüzdə Allah ömürlərinə bərəkət versin, məddahlarımızın, mərsiyəxanlarımızın üzərinə düşür. İmam Hüseyn əleyhissalamın məclislərində ağlatmaq sonu cənnətlə mükafatlanacaq böyük bir müjdədən xəbər verməkdədir. Hətta bir hədisdə, uzun bir hədisdə göstərilir ki, Musa əleyhissalam sonuncu peyğəmbərin ümmətinin nə üçün keçmiş ümmətlərdən üstün olduğunu uca Rəbbimizdən soruşur. Musa əleyhissalama belə cavab verilir ki, 10 şeyə görə sonuncu ümmət üstün qılınmışdır. 10-uncusu Aşura qeyd edilir. Musa əleyhissalam sual verir, Pərverdigar-ı aləm, Aşura nədir? Uca Rəbbimiz Aşurada nələrin baş verəcəyini Həzrəti Musa əleyhissalama çatdırır. Bu hissəni ərəbcəni deyim. Fi zəlikə zəmən bəkə əv təbəkə və təəzzə alə vuldil Mustafa illə və kənət ləhul cənnəh səbitən fiha. Deyir, o bir gündür, o bir zamandır ki, hər kəs Peyğəmbərin nəvəsinə ağlaya və yaxud da ağlada, onun üçün cənnət vardır və o cənnətdə əbədi olaraq məskun olacaqdır. Buna görə də İmam Rıza əleyhissalamın yaxın dostu İbn Şəbib olub. İmam buyurur ki, ey Şəbib, ey İbn Şəbib, səni ağlamaq tutsa, yəni nəyəsə ağlamaq istəsən, cəddim Hüseyn İbn Əliyə ağla. İmam əleyhissalam, İmam Hüseyn əleyhissalama ağlamağın və sonu cənnətlə müjdələnəcəyinin xəbərini İbn Şəbibə bildirmişdir. Biz də uca Allahı and verək İmam Hüseyn əleyhissalamın şərafətinə, bizi həqiqi əza saxlayanlardan qərar versin. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuh. Salavat.